Hər vaxtınız xeyir olsun. Hər birinizi kanalımda xoş gördüm. Bu videoda sizlərlə Azərbaycan milli mətbəxinə aid olan qatlamanın hazırlanmasını paylaşıram. Qeyd edim ki, qatlamanın hazırlanması kanalımda var və izlənməsi 1 milyondan çoxdur. İzləyənlərin çoxu isə xarici vətəndaşlar olduğuna görə bu videonu ingilis dilində alt yazılı hazırlamaq qərarına gəldim. 100 ml ılıqdan biraz isti südün içərisinə 1 çay qaşığı maya və 1 çay qaşığı şəkər tozu əlavə edib qarışdırıram və 5 dəqiqə mayanın aktivləşməsini gözləyirəm. Beş stəkan, yəni 750 qram unun üzərinə 1 dolu çay qaşığı duz əlavə edib qarışdırıram. Unun üzərinə 1 dolu xörək qaşığı üzüm sirkəsi, 4 dolu xörək qaşığı duru yağ, 2 ədəd yumurta və mayalı südü əlavə edib qarışdırıram. Əlavə etdiyim ərzaqları qarışdırdıqdan sonra isə 300 ml ilıq südü hissə-hissə əlavə edib xəmir yoğururam. Hazır olan xəmir gördüyünüz şəkildə yumşaq olmalıdır və xəmirin üzərini örtüb 1 saat mayalanmağa qoyuram. Mayalanmış xəmirin üzərini açıb havasını çıxarıram. Daha sonra isə dəzgahın üzərinə un səpib xəmirə uzunsov forma verib hissələrə ayırıram. Hissələrə ayırdığım xəmirləri kündələyirəm və bu xəmirdən 6 ədəd iri kündə hazırladım. Düz bir qabın içərisinə un səpib hazırladığım kündələri qabın içərisinə yığıram və üzərini örtüb 15-20 dəqiqə mayalandırıram ki, kündələri açmaq rahat olsun. Gördüyünüz kimi kündələr artıq mayalanıb, kündələrdən birini götürüb un səpməklə yayıram. Qeyd edim ki, kündəni yayan zaman bir neçə dəfə undan istifadə edirəm ki, daha rahat yayılsın. Videonun müddəti uzun olmasın deyə kündələrin hamısının yayılmasını göstərmirəm. Təzə başlayan xanımlar üçün sadəcə bir kündənin yayılmasını göstərirəm. Yaydığım yaymaları stolun üzərinə sərəcəm və buna görə də stolun üzərini əvvəlcədən əritdiyim kərə yağı ilə yağlayıram. Yaymanı stolun üzərinə sərdikdən sonra isə ortasından kənarlarına doğru enlədirəm və düzbucaqlı forma verirəm. Düzbucaqlı forma verdiyim yaymanın üzərinə kərə yağı əlavə edib fırça ilə yayıram. Nəzərinizə çatdırım ki, bu qatlamanın hazırlanmasında 300 qram kərə yağından istifadə etdim. Digər 5 qatı da eyni qayda ilə yayıb bir-birinin üzərinə yerləşdirirəm və kənarlarından dartıb enlədirəm. Daha sonra isə üzərini yağlayıram. Ən son qatıda yağladıqdan sonra düzbucaqlı formada olan xəmiri 2 hissəyə bölürəm və hər hissəni də 4 barmaq enində lentlərə bölürəm.
Lentlərdən birini götürüb 2 barmağımın üzərinə dolayıram və 2 barmağımın üzərində enlədirəm. Daha sonra isə hər iki tərəfini, yəni lentin hər iki tərəfini bir-birinin üzərinə qatlayıb qatlamanı yenidən nazikləşdirirəm. Aydın başa düşülməsi üçün qatlamanın bükülməsini bir neçə dəfə göstərirəm. Qatlamaların hamısını bu qayda ilə hazırlayıb yığdıqdan sonra üzərini streç və ya penqvin kulyokla örtüb 20-25 dəqiqə mayalandırıram. Burada bir qeydi nəzərinizə çatdırım ki, qatlamaların qatlarının tək-tək açılmasının ən əsas səbəbi qatlamaların bu şəkildə mayalanmasıdır. Yəni qatlamalarınızın qatlarının açılmasını və içərisinin yaxşı bişməsini istəyirsinizsə, bu şəkildə mütləq mayalandırmalısınız. İndi isə qazana 350-400 ml duru yağ əlavə edirəm və vamodda yağın qızmasını gözləyirəm. Bu məqamda bir qeydim də olacaq. Bəzi xanımlar qatlamanın içərisinin tam bişməməsindən şikayət edirdilər. Qatlamanın içərisinin bişməyinin bir səbəbi yaxşı mayalanmasıdırsa, digər səbəbi isə orta xodda qızarmasıdır. Yəni qatlamanı orta xodda qızarsanız, həm üzəri, həm də içərisi yaxşı bişmiş olacaq. Mayalanmış qatlamanı isinmiş yağın içərisinə yerləşdirirəm və kənarlarından çəngəllə qaldırıram ki, qatları yaxşı açılsın. Qatlamanın yağa qoyduğum hissəsinin qatları açıldıqdan sonra tam qızarmadan çevirirəm və digər tərəfini də çəngəllə qaldırıram. Həmin hissənin də qatları açılır və yenidən tərs çevirib tam qızardıram. Qızarmış qatlamaları mətbəx salfeti sərdiyim qabın içərisinə çıxarıram ki, artıq olan yağı süzülsün. Qatlamaların hamısını bu şəkildə hazırladıqdan sonra isə üzərinə şəkər tozu səpirəm. İndi isə gəlirəm ən əsas məqama, qatlamanın içərisini kəsib, həm içərisinin necə bişməsini, həm üzərinin xırçıltılı və kövrək olmasını sizlərə göstərmək istəyirəm. Sonda isə keçən dəfəki qatlama videosunun altında qeyri-etik şərhlər yazan xanımlara münasibət bildirmək istəyirəm. Onlara sözümü demək istəyirəm ki, abunəçilərimin hamısı bilir ki, mən videolarımda hər şeyi dəqiqliklə izah edirəm. Sizə ölçüləri həm qramla, həm stəkanla verirəm və ən incə ayrıntılarına qədər hazırlanma qaydalarını izah edirəm. Əgər siz videonu dəqiqliklə izləməyib və resepti dəqiq yerinə yetirməmisinizsə, hazırladığınız qatlamanı bəyənməmisinizsə, o mənim günahım deyil. Yenə deyirəm, bildiyim bütün nüansları, ən incə ayrıntıları sizinlə paylaşıram ki, hazırladıqlarınız gözəl alınsın.
Mən demirəm ki, heç kəs mənə iradını bildirə bilməz və yaxud da məsləhətlərini yaza bilməz. Mən əksinə çox şad oluram ki, bəzi xanımlar məsləhətlərini mənə yazırlar. Mən də bilmədiklərimi öyrənirəm. Lakin bu etika çərçivəsində olanda daha gözəl olur. Hər zaman olduğu kimi kanalımı və videolarımı bəyənirsinizsə, videonun altındakı bəyən düyməsinə basıb kanalıma abunə olmaqla kanalıma dəstək ola bilərsiniz. Sağ olun, yeni videolarda görüşənədək.